Mən Avgözalov Əli Cəmiloğlu. Özüm şəhid atasıyam. Uşağım 44 günlük müharibədə şəhid olub. Gecə 2-nin yarısı bir şəxs yığır, mənə deyir ki, mən Ceyhun Ağayevam. Özüm blogeram. Mənə başlayır şantaj eləmək. Sən haqqda materiallar var. Soruşuram, nə materiallardır? Tanış olandan sonra deyirəm, o borc məsələsi. Deyir, fərqi yoxdur. 2000 manatım varsa, gəl, səhət görüşək. Mən də ona qayıdıb deyirəm ki, mənim pulum zadım yoxdur, ged nə əlindən gəlir, elə. Mənim şəhidimə, mənim yoldaşıma, mənim özümə deyir ki, sənin şəhidin mənim üçün bir leşdir, sən də mənim üçün bir leş atasısan, sonra da başlayır yoldaşımı təhqir eləməyə. Sənin üçün ümumiyyətlə, mənim üçün şəhid atası deyilsən. Sən mənim üçün heç kimsən. Sənin heç kişilikdə payın yoxdur. Yaxşı? Sənin heç kişilikdə payın yoxdur. Səni bihabır eləyəcəm. Mən sənin qənimin olacam. Mənim üçün leş atasısın. Sənin şəhidin yox, sənin şəhidin mənim üçün bir leşdir. Sən bir leşin atasısın. Ölü də yox, leşin atasısın. Çox xahiş edirəm dövlətimdən. Mənə bir köməklik, bir dəstə göstərəsiniz.